Bakıda həyat yoldaşını atası ilə birlikdə qətlə yetirməkdə təqsirləndirilən Nəcəf Qafarov və Nuranə Nəcəfovanın cinayət üzrə məhkəməsi davam etdirilib. Bakı Azantlər Məhkəməsinin hakimi Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Nəcəf Qafarovun vəkili Rövşən Qasımov vəsatət verərək şahidlərin ifadələrində iş üzrə müəyyən həssas məqamların olduğunu deyərək prosesin mediaya qapalı keçirilməsini məhkəmədən istəyib. Daha sonra vəkil vəsatət verərək Nuranə ilə birlikdə təcridxanada saxlanılan qadınların müraciətini təqdim edərək onun psixoloji problemlərinin olduğunu əsas gətirərək müalicəyə cəlb olunmasını məhkəmədən istəyib. Təqsirləndirilən Nəcəf Qafarov məhkəməyə "Mən Ədili öldürən olsaydım 2023-cü ildən öldürərdim. Qatil məlumdur. Siz əsas onu tutun. Ədil mənim xəstə nəvəmin namusuna toxunmağa çalışıb. Ölməli insan idi. Əgər çöldə olsaydım sizin nəslinizi kəsərdim" deyib. Məhkəmə tərkibi yerində müşavirə edərək şahidlərin çağırılması ilə bağlı vəsadətə baxılmamış saxlanılmasını elan edib. Məhkəmənin növbəti prosesi aprelin 14-ünə təyin edilib. Xatırladaq ki, hadisə 2025-ci il aprelin 21-də paytaxtın Binəqədi rayonunda qeydə alınıb. Belə ki, 37 yaşlı Ədil Məhərrəmov fərdi yaşayış evində qəsdən öldürülüb. Araşdırmalarla onun əvvəllər məhkum olunmuş 57 yaşlı qaynatası Nəcəf Qafarov tərəfindən qətlə yetirildiyi məlum olub. Nəcəf Qafarov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib. Daha sonra isə onun qızı və qətlə yetirilən Ədil Məhərrəmovun həyat yoldaşı Nuranə Məhərrəmova da hadisə ilə bağlı ittiham edilərək istintaqa cəlb olunub. Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü, yəni qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə və 120.2.1-ci, yəni qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə maddələrlə ittiham irəli sürülüb. Orxan Rasifoğlu, Məhkəmə xəbərləri.